Salam, əziz müsəlmanlar, əziz möminlər, bacılar, qardaşlar. Hər birinizi salamlayıram. Mən Sabir Sabirzadə. Bugün sizlərə qumarın niyə haram olması barədə danışacağım. Birincisi, qumar niyə haramdır? Çünki İslam dinində haram buyurulmuşdur. Haqsız qazancdır. Kiminsə malını bilə-bilə ortaq şəkildə oğurlamaq deməkdir. Zəhmətsiz qazancdır. Pul almaqdır, bilə-bilə. Haqsızlıqdır. İslam dini haqq dinidir. İslam dini möminləri haqqa gəlməyə çağırır. Haqqa gəlin. İman gətirənlər isə belə işlərdən uzaq olmalıdırlar. Dünya işlərini yüngülləşdirməlidirlər. Axirət işlərini artırmalıdırlar. Bu kimi oyunlar, mərc oyunları, topaz oyunları zərərlidir. Haramdır. Belə işlərdən uzaq olun, əziz gənclər, əziz insanlar. Bunlar insanı pis yola sürükləyir. Ailələrin dağılmasına, stressə, pul itkisinə, düşmənçiliyə səbəb olur. Belə şeylərin davamı gəlir. İnsan o qədər oturur, vaxtı gedir. Oynayır, vaxtı gedir. Onlar hamısı şeytani şeylərdir. İçkilər, əxlaqsızlıqlar var orada. Ona görə belə şeylərdən uzaq olun. Vaxtınızı ibadətə, namaza, oruca, axirət işlərinə xərcləyin. Allah üçün dua eləyin. Xəstələr üçün, yaralılar üçün. Dünyadan köçənlər üçün dualar eləyin. Allah Taala'nın əmr elədiyi formada yaşayın. Necə gəldi yaşamayın. Dünyaya çox aldanmayın. Bir dəfə gəldik, bir dəfə gedəcəyik. Haqqınızı halal eləyin. Amma çalışın belə işlərə yaxın durmayın.